Və aleykum əssalam və rəhmətullah bərəkət. Soruşursan ki, əgər bir kişi əuzubillah öz yaxınlarını kimləsə zina elədiyini görsə, öldürə bilərmi onu? Bu məsələdə alimlər ixtilaf ediblər, ixtilaf böyükdür. Hətta sahabelər arasında ixtilaf vardır. Zina kimi yox, amma kimsə onun əhlinə təcavüz kimi, belə deyək, hətta aşmağı kimi öldürə bilər. Hardasa Ömər Dilan buna izin vermişdir. Necə ki, biri Ömər Dilan günorta yeməğini yeyəndə qaça-qaça gəlir yanına, bir qövüm də onun dalınca düşür. Və soruşur ki, nə olubdur? Deyir ki, o bizim sahibimizi öldürüb, yəni yoldaşımızı öldürübdür. Deyir, düzmü? Deyir, möminlər əmri. Mən deyir, yoldaşımın iki qılçasının arasına qılıncı vurmuşam. Əgər orada kimsə varsa da ölübdür. Onlardan soruşur, da deyir ki, hə, qılınc düz kişini iki yerə bölübdür. Qadının iki qılçası arasında qılınc onu iki yerə bölüb. Ömər edən qılıncı götürür və o kəsə yəni tərif deyir. Yəni ki, bu belə olsa belə qayıt. Yəni onu təkrarlayır. Yəni bu orada zina edibdir deyə yox, yəni zina eləməsə belə, onun arası qılçasının arasına girib hətta aşağısı olsa belə orada, yəni onu eləsə, yəni ona görə öldürülmür. Əli radiyalansa deyir, yox, 4 şahid gətirilməlidir. 4 şahid gətirilmirsə də o insan özü öldürülməlidir. Qısa olaraq budur ki, o məsələ bir də görsən insan onu eləsə olsa özü ilə Allah arasında qalır o məsələ. Amma şəri hökm budur ki, insan şahid gətirməlidir. Allah Subhanahu taala qeyrətlidir. Muhammed sallallahu əleyhi və səlləm qeyrətlidir. Allah taala ondan da qeyrətlidir. Ona baxmayaraq bu məsələdə yəni şahid tələb edir. 4 şahid tələb edibdir. Ona görə bir insan əgər bu addımı atası olsa, çox şeyləri gözün qabağına almalıdır. Birinci özü ilə Allah arasında olacaqdır məsələ. İkinci isə yəni dünyada ona hədd tətbiq olunmasa da belə başqa cür cəzalanma olacaq. Ömürlük ola bilər, 15-20 il türməyə yata bilər. Yəni ziyanlar çox ola bilər onun üçün də. Ona görə beləncə bir vəziyyətdə əgər şahidi yoxdursa da ortada lənətləşmə deyilən bir şey vardır. Əgər şəhər hakim varsa qaytarsan şəhər hakimə məsələləri qadın etiraf edərsə də şəriət hakimi onu rəcm edir, daşqalaq edir. Yox, eləmirsə də bu lənətləşirlər, ayrılırlar. Məsələ qalır qiyamət günü. Gəlin üçün Allah bilir. Yəni, qısa olaraq məsələ olduqca böyükdür və çox dəqiq məsələ olduğu üçün, yəni qısa olaraq budur ki, yəni insan öldürməsin. Yəni ki, çünki həmin kəs, zina edən kəs subay da ola bilər. Subay şallaqlanır şəriətə görə. Yəni ona görə də zinaya görə öldürülmür, həddi aşdığı üçün öldürülə bilər. O da hakimə qaldırılarsa. İnsan özü eləyərsə də hakim həzməsliyin qabağını almaq üçün, çünki hərə birini öldürmək istəyəndə gətirəcək evinə deyəcək, arvadımın yanındaydı, öldürdüm, ona görə öldürdüm. Yəni qarışıqlıq olacaqdır. Yəni şəriətin qoyduğu çərçivədə getsə insan yaxşı olur. Allah hamımızı fitnə fəsaddan qorusun.